Salam, hər vaxtınız xeyir. Bu günləri mən sizə 1-ci sinif Azərbaycan dili qaydalarının izahını verəcəm. Başlayaq. İlk öncə səs, hərf, söz. Səs. Səsi deyirik, eşidirik. Danışarkən tələffüz etdiyimiz səslər danışıq səslərdir. Səs nədir? Səs bizim qulağımızla eşitdiyimiz, ağzımızla dediyimiz bir şeydir. Məsələn, A deyirik, A. Bu səsdir artıq. Deməli, biz səsləri deyirik və eşidirik. Sonra keçirik hərf. Hərfi yazırıq və görürük. Məsələn, yazıram Ş hərfi. Ş hərfini yazıram və görürəm. Danışdığımız səsləri yazıya köçürdükdə hərf yaranır. Yəni, hərf səsin şəklidir. Deyə bilmədiyimiz, amma kağızda gördüyümüz, yazdığımız şey hərfdir. Daha sonra ı və ğ ilə başlayan söz yoxdur. Bəli, biz bilirik ki, Azərbaycan əlifbasında ı və ğ hərfi ilə başlayan söz yoxdur. Daha sonra hərflər çap, əl yazısı böyük və kiçik olur. Çap şəkildə A hərfi bu şəkildə, əl yazması ilə bu şəkildə, böyük A bu şəkildə, kiçik A bu şəkildə. Deməli, hərflər çap, əl yazısı böyük və kiçik olur. Daha sonra hərflərdən əmələ gəlib hər hansısa məna verən ifadəyə söz deyilir. Yəni, sözləri belə qısa şəkildə başa salım ki, hərflər əl-ələ tutur və mənalı bir söz yaradır. Məsələn, K, İ, T, A, B. Burada Q da bir hərfdir, İ də bir hərfdir, T da bir hərfdir, A da bir hərfdir, B da bir hərfdir. Burada hərflərdir. İndi hərflər əl-ələ tutur, əl-ələ tuturlar, birləşirlər və bir söz yaradırlar. Bunlar əl-ələ tutur, birləşir və kitab sözünü yaratdılar. Deməli, sözü bu şəkildə yadımızda saxlayaq ki, hərflər əl-ələ tutur, mənalı bir söz əmələ gətirir. Daha sonra hərflər birləşib heca, hecalar isə birləşib söz, sözlər isə birləşib cümlə əmələ gətirir. Keçirik 2-yə. Səslər 3 cür olur. Danışıq səsləri. Danışıq səsləri insanların danışarkən çıxardığı səslər. Yəni, danışıq səslərini sizə belə başa salım ki, insanların danışarkən çıxardığı səslər. Məsələn, mənim bu dəqiqə danışığım, yəni mən çıxarıram, bir səs çıxarıram, bu danışıq səsləridir. Daha sonra gəldi musiqi səsləri. Musiqi səsləri dedikdə, musiqi alətlərindən çıxardığı səslər, pianonun çıxardığı səslər, qarmonun çıxardığı səslər, gitaranın çıxardığı səslər, tarın çıxardığı səslər və s. Bunlar nəzərdə tutulur. Daha sonra təbiətdən gələn səslər, yağışın səsi, küləyin səsi, dənizin səsi, məsələn, yağışın yağması, şıp-şıp bir səs gəlir, küləyin əsməsi, fıs-fıs bir səs gəlir və yaxud da ki, quşların cəhcəhi. Bunların hamısı təbiətdən gələn səslərdir. Daha sonra keçirik digər hissəyə. Dilimizdə 34 səs və 32 hərf var. Yazıda səsləri hərflərdən fərqləndirmək üçün böyük mötərizə yazılır. Yəni, bunu aydınlaşdıraq. Dilimizdə deyirik ki, 32 hərf, 34 səs var. Səslərimiz X ştrix və K ştrix. Bu bizim səslərimizdir. X ştrix bərabərdir. İ səsini verir. İ. Məsələn, İ səsini necə bilər? Yazıram ki, çiçək. Tələffüzdə transkripsiya açıram. Tələffüzümüz olacaq çiçək şəklində. Daha sonra gəldi K ştrix. K ştrix isə K səsini verir. Məsələn, yazıram kapitan. Tələffüzdə mən mütləq K-nın ştrixini qoymalıyım, yoxsa səhv olacaq. Tələffüz edirəm ki, kapitan. Bu şəkildə. Deməli, bu da K səsini verdi. Silirik bunu. Daha sonra səslərin hərflərdən çox olmasının səbəbi K hərfinin 2 səs verməsi və əlavə X ştrix səsinin olmasıdır. Bəli, biz bilirik ki, Q səsi də var. Məsələn, kələm. Yəni, kələm də Q səsini verdi. Daha sonra gəldi. Burada da K hərfinin müxtəlif səs verməsinə aid nümunələr var. Məsələn, K səsini verir. Yəni, K səsinə dedikdə Q-nu. Kələm, kənd, kənan, məktəb. Burada Q səsini verir. K səsini verdikdə, yəni, bayaq dediyim K ştrix bərabərdir. K səsini verir. Kartof, karandaş, karton, kassa. Bunları da, deməli, K səsi verir. Daha sonra keçirik, danışıq səsləri 2 qrupa bölünür. Bir də bunu yadımızda saxlayaq ki, səsləri biz yazıda göstərmək üçün, səsləri yazıda göstərmək üçün transkripsiyadan istifadə edirik, yəni mötərizədən istifadə edirik. Sonra keçirik danışıq səslərinə. Danışıq səsləri 2 qrupa bölünür. Sait səslər və samit səslər. Deməli, saitlər ağzımızdan maneəsiz çıxır, yəni rahat çıxır. Mahnı oxuyar kimi biz sait səsləri deyirik. Bizim əlifbamızda 9 sait var. A, I, O, U, E, Ə, İ, Ö, Ü. Daha sonra keçirik, 23 ədəd samit hərfimiz var. Yəni, samit hərflər, samit səslər ağzımızda, dişimizdə toxunaraq çıxır. Məsələn, bir sait səs deyin A. Görürsünüz, yəni heç bir maneə olmur ağzınızda. Amma B, C, C, D. Mütləq, yəni ağzımızda, dişimizdə, dilimizdə toxunub deyirik. Daha sonra keçirik digərinə. Heca. Heca nədir? Heca danışarkən sözün ayrıla bilən hissəsidir. Yəni, sözün bir nəfəsə rahatlıqla böldüyümüz hissəsi heca adlanır. Məsələn, məktəb. Məktəb sözünü mən rahatlıqla hecaya bölürəm. Yəni, sözün bir hissəsini rahatlıqla bölürəm. Məsələn, burada da nümunələr var. Məktəb burada da var. Məktəb, həyat, nuray, gəmi, kəpənək, qoyun.
qurbağa, müəllim, odun. Sözdə neçə dənə sait varsa, o qədər də heca var. Məsələn, ana sözündə 2 sait var. Deməli, 2 də heca olacaq. Yaxud da ki, götürək şəhanə. Şəhanə sözündə 3 dənə sait var. Deməli, bu sözümüzdə də 3 dənə heca var, 3 heca var. Hecalar saitlər vasitəsilə yaranır. Sözdə neçə sait varsa, o qədər də heca var. Aha, burada da nümunələr var. Məsələn, ata. Ata sözündə 2 sait var, deməli 2 hecadır. Lamiyə sözündə 3 sait var, demək bu söz 3 hecadan ibarətdir. Deməli, keçirik. Hecalar 2 cür olur. Açıq heca və qapalı heca. Sonu saitlə bitən hecalar açıq hecalardır. Burada nümunələr var. Baxın, deməli, telefon. Tele. Sonu saitlə bitdiyinə görə açıq hecadır. Qapalı heca. Sonu samitlə bitən hecalarsa qapalı heca adlanır. Telefon sözündə fon. Bu samitlə bitir. Fon hecası samitlə bitdiyinə görə qapalı hecadır. Açıq hecalı sözlər, məsələn, bala. Sonu saitlə bitir. Ona görə olur açıq heca. Daha sonra, məsələn, yazaq səma. Burada sonu, bunun da saitlə, bunun da sonu saitlə bitdiyinə görə olacaq açıq heca. Bəs qapalı heca. Qapalı hecalar sonu samitlə bitir. Məsələn, burada nümunə var. Köynək. Sonu samitlə bitibdir. Dəftər, ördək və s. Digərlərində sonu samitlə bitdiyinə görə bu hecalarımız olacaq qapalı heca. Sonra keçirik ikinci yarımil. Nitq hissələri və cümlə. Deməli, nağıl necə danışılır? Nağıl adətən belə başlayır. Biri var idi, biri yox idi. Yəni, daha sonra ortasında gəlir, günlərin bir günündə, sonda isə göydən 3 alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl söyləyənin. Bu nağılların necə başlamasıdır. Daha sonra gəldi, nağıllarda obrazlar haqqında danışarkən əlamət bildirən sözlərdən istifadə edilir. Obrazların xarakterini göstərmək üçün əlamət bildirən sözlərin sualı nə idi? Necə, nə cür, necə, nə cür, hansı? Və bu suallar bütün məqamlarda bir-birini əvəz edə bilir. Deməli, əlamət bildirən sözlərimizin sualı oldu. Necə, nə cür, hansı? Nağıllarda obrazlar haqqında danışarkən də biz əlamət bildirən sözlərdən istifadə edirik. Obrazın xarakterini göstərərkən. Məsələn, burada nümunələr var. Zalım şah, necə şah? Hiləgər tülkü, necə tülkü? Kasıb balıqçı, necə balıqçı? Yazıq nənə, necə nənə? Ağıllı dovşan, necə dovşan? Yəni, burada, baxın, obrazın xarakteri zalım, hiləgər, kasıb, yazıq, ağıllı sözləri ilə verilmişdir. Bu sözlərdə əlamət bildirən sözlərdir. Çünki hər bir obrazın əlamətini, keyfiyyətini bildirir. Sonra keçirik şəxs adları. Bir başa salım ki, şəxs adları insan adlarıdır. İnsan adları çox xüsusidir. Ona görə də hər zaman böyük hərflə yazılır. Cümlənin harasında gəlir, gəlsin. İstər cümlənin başlanğıcında gəlsin, istər cümlənin ortasında gəlsin, istərsə də cümlənin sonunda gəlsin. Şəxs adları hər zaman böyük hərflə yazılacaq. Məsələn, cümlənin əvvəlində bir dənə şəxs adı götürək. Məsələn, götürək Lalə. Lalə parka getdi. Parka getdi. Burada cümlənin əvvəlində gəlib və ona görə də yenə də böyük hərflə yazılır. Biz demişik ki, onsuz da cümlənin harasında gəlməsindən asılı olmayaraq hər zaman böyük hərflə yazılır. Məsələn, belə götürə bilərik ki, axşam Elay bizə gəldi. Axşam Elay bizə gəldi. Burada da artıq görürsünüz ki, insan adı Elaydır və cümlənin ortasında gəlib yenə də böyük hərflə yazıldı. Onun birini də işlədirik cümlənin sonunda. Deyə bilərik ki, sinfin ən sakit şagirdi, sinfin ən sakit şagirdi Kamaldır. Burada da şəxs adı Kamaldır. Cümlənin sonunda gəlib yenə də böyük hərflə yazılır. Çünki şəxs adları xüsusidir. Ona görə də harada gəlməsindən asılı olmayaraq böyük hərflə yazılır. Mən sadəcə sizə nümunələrlə başa saldım. Burada da nümunələr verilib. Cümlənin əvvəlində gəlir. Günel gəzintiyə getdi. Burada Günelli şəxs adı böyük hərflə. Cümlənin ortasında axşam Kəmalə bizə qonaq gəldi. Burada Kəmalədir şəxs adı böyük hərflə. Cümlənin sonunda sinifin əlaçısı Əlidir. Burada da şəxs adı Əlidir. Cümlənin sonunda gəlib böyük hərflə. İndi bəzi adlar var ki, işləndiyi yerə görə böyük və kiçik yazılır. Bu, belə götürək ki, ümumi xüsusi isim, yəni mənasındadır. Yəni, biri var ki, necə? Deyirik ki, həm böyük, həm yəni kiçik hərflə yazılır. Götürək ki, Nərgiz. Nərgiz gül adı kimi kiçik hərflə yazılır. Bir də Nərgiz mənim sinif yoldaşımdır. Şəxs adı kimi isə böyük hərflə yazılır. Yəni, əgər insana aiddirsə, belə yadınızda saxlayın, insana aiddirsə böyük hərflə yazılır. Amma, məsələn, cansıza aiddirsə kiçik hərflə yazılır. Burada da nümunələr verib. Lalə, Yaysəmən, Nərgiz, Arzu, Xəyal, Ümid, Aslan, Ceyran, Maral, Durna və s. Deməli, məsələn, Aslan. Aslan da insan adı kimi böyük hərflə yazılır. Maral da insan adı kimi böyük hərflə yazılır. Burada da nümunələr var. Lalə nənəsinə işlərində kömək edirdi. İnsan adı kimi böyükdür. Bir də gül adı kimi bizim həyətimizdə Lalə bitmişdi. Sonra
İnsan adı kimi xəyal. Biri var, yayda xəyal üzgüçülüklə məşğul olurdu. Kiçik hərflərdə ana övladının gəlişini xəyal edirdi. Yaxud da ki, mənim xəyalım həkim olmaq idi, mənim xəyalım polis olmaq idi, mühəndis olmaq idi. Burada da yəni arzu, xəyal, fikir mənasında işlənir. İnsan adı kimi də maral xala ağacları suladı. Burada da insan adı kimi böyük hərflə yazılır. Məsələn, Aslan necə böyük hərflə yaza bilərik? Aslan mənim qardaşımdır. Burada da şəxs adı bildirdikdə böyük hərflə yazılır. Belə yadınızda saxlayın ki, bu sözlər insana aid olduqda hər zaman böyük hərflə yazılacaq. Burada da maralı nə zaman kiçik hərflə yazılır? Heyvan adı kimi burada qeyd olunub. Ovçu tüfəngini marala tərəf çevirdi. Artıq burada maral heyvan adı bildirir. Ona görə də kiçik hərflə yazılır. Sonra keçirik cümlə. Cümlənin növləri. Cümlə nədir? Cümlə bitmiş bir fikir ifadə edir. Yəni bitmiş bir fikirdir. Mən dərs danışdım. Mən dərs danışdım. Nöqtə. Yəni burada mən fikrimi ifadə edirəm ki, mən dərs danışdım. Mən bitmiş bir fikir ifadə edirəm. Və cümlənin başlanğıcda böyük hərflə başlayırıq, sonunda nöqtə və yaxud da ki, başqa durğu işarələrindən biz istifadə edirik. Burada da qeyd edilib, cümlə bitmiş bir fikri bildirir. Cümlənin ilk hərfi böyük yazılır, sonunda nöqtə qoyulur. Mütləq nöqtə qoyulacaq deyə bir şey yoxdur. Yəni cümlənin növündən asılıdır. Nöqtə də qoyula bilər, sual da qoyula bilər, nida da qoyula bilər. O cümlənin növündən asılıdır. Burada nümunələrə baxaq. Məsələn, qartal yuva qurdu. Burada nəqli cümlədir, sonunda nöqtə işarəsi qoyulur. Cümlə bir sözdən ibarət olur. Yəni fikir əsas odur ki, fikir bitsin. Gəlirəm, gözəldir, gedirəm. Yəni burada artıq bitmiş bir fikir ifadə edir. Sonra cümlənin intonasiyaya görə növləri var. Nəqli cümləsi, sual cümləsi, əmr cümləsi və nida cümləsi. Nəqli cümlə nədir? Nəqli cümləni belə yadınızda saxlayın ki, elə bil ki, biz nəqli cümlə vasitəsilə xəbər veririk, məlumat veririk. Sonunda da nöqtə işarəsi qoyuruq. Məsələn, deyirəm ki, hava istidir. Hava istidir. Artıq mən burada sizə bir məlumat verirəm ki, havanın necə olması, isti olması barədə bir məlumat verirəm. Daha sonra deyirəm ki, mən sabah Bakıya gedəcəm. Mən sabah Bakıya gedəcəm. Artıq mən burada, yəni sizə bir xəbər məlumat verirəm ki, mən sabah Bakıya gedəcəm. Sizə bir məlumat verirəm, sizə bir xəbər verirəm və sonunda da nöqtə qoyuram. Deməli, nəqli cümlə məlumat xəbər vermək üçün istifadə olunur və sonunda da nöqtə qoyulur. Sonra keçirik sual cümləsi. Sual cümləsi elə bir məlumat almaq üçün, məlumat almaq məqsədi ilə istifadə olunur. Nə isə öyrənmək üçün mən ona sual verirəm. Bu da anlanır sual cümləsi. Sual cümləsinin sonunda da durğu işarəsi olaraq sual işarəsi qoyulur. Məsələn, deyirəm ki, sənin neçə yaşın var? Sənin neçə yaşın var? Artıq mən burada bir məlumat almaq istəyirəm. Sonra sual verirəm ki, sən harada yaşayırsan? Sən harada yaşayırsan? Sən harada yaşayırsan? Məsələn, deyir, mən cavab olaraq deyir, mən Bakıda yaşayıram. Yəni, burada görürsünüz, mən cavab almaq məqsədi ilə istifadə edirəm. Yaxud da ki, uşağa sual verirəm ki, sənin xəyalın nədir? Yəni, xəyalın, arzun nədir? Uşaq da mənə cavabında verə bilər ki, mənim ən böyük xəyalım, məsələn, kosmonavt olmaqdır. Belə bir cavab verə bilər. Yəni, demək, mən məlumat almaq üçün sual cümləsindən istifadə edirəm və mütləq də sonunda sual işarəsi qoyuram. Sual cümləsi nə isə öyrənmək üçün məlumat almaq məqsədi ilə qurulan cümlələrdir. Baxın, burada da nümunə var. Sən nə vaxt gəlirsən? Məsələn, sabah gəlirəm. Əlaçı kimdir? Məsələn, deyirik ki, əlaçı Əlidir. Hava soyuqdur. Cavab olaraq deyirəm ki, bəli, çox soyuqdur. Necəsən? Yaxşıyam, sağ ol. Məsələn, sən necəsən? Burada da artıq sən də sual alırsan ki, sən necəsən? Sən də ondan bir cavab alırsan. Deməli, burada da var ki, cümlədə nə, kim, hara, necə vaxt kimi suallar işlənərsə, bu cümlələr mütləq sual cümlələridir. Digər sual cümlələri isə səs tonu ilə yaranır. Sonra keçirik əmr cümləsi. Əmr cümləsi xahiş eləyirik, kiməsə tapşırıq veririk, kiməsə əmr edirik. Məsələn, deyirəm ki, pəncərəni bağla. Artıq əmr edirəm, pəncərəni bağla. Əmr verdim. Sonra, vaxtında gəl. Kiməsə əmr edirəm ki, vaxtında gəl, əmr verirəm. Daha sonra, otaqlarını təmizlə. Mən kiməsə əmr verirəm. Yəni, kiməsə əmr veririk, tapşırıq veririk. Bunu da sonunda durğu işarəsi olaraq nöqtədən istifadə edirik. Burada da nümunələr var. Məsələn, qapını ört, evi təmizlə, dərsləri öyrən, bizə qonaq gəl, xoşbəxt ol. Bunlar bu tipli cümlələr əmr cümlələrdir. Sonra keçirik sözlərin tələffüzünə. Bəzi sözlər yazıldığı kimi oxunmur, fərqli şəkildə tələffüz biz onu edirik. Tələffüz edərkən biz transkripsiyadan istifadə edirik. Məsələn, usta sözünü yazıram. Usta. Ancaq tələffüz etdikdə transkripsiya açıram. Usta şəklində mən bunu tələffüz edirəm. Daha sonra təbiət sözünü mən yazıram. Təbiət. Tələffüz edirəm. Transkripsiyamı açıram. Təbiət şəklində mən bunu tələffüz edirəm. Daha sonra yazıram. Nöqtə. Sözünü yazıram. Tələffüz edirəm. Nöqtə.
nöqtə şəklində transkripsiyanı bağlayıram. Mən bunu tələffüz eləyirəm. Yaxud da ki, yazıram məsələn, dəftər. Tələffüzdə olacaq dəftər şəklində. Sonra yazıram təbiət. Tələffüz edərkən transkripsiyanı açıram. Tələffüz olacaq təbiət şəklində də deməli tələffüz olundu. Sonra keçirik ad bildirən sözlər. Ad bildirən sözləri belə yadınızda saxlayın ki, gözümüzü açıb nə görürüksə bu ad bildirən sözlər sırasına aiddir və ətrafımızdakı hər bir şeyin müəyyən bir adı var. Məsələn, mən gözümü açıb gördüm televizor. Nə? Televizor. Görürəm telefon. Telefon. Nə? Telefon. Görürəm oyuncaq. Oyuncaq. Nə? Oyuncaq. Gözümü açıb görürəm stol. Nə? Stol. Yəni gözümüzü açıb nə görürüksə ad bildirən sözlər sırasına aiddir. Ətrafımızdakı hər şeyin də bir adı var və ad bildirən sözlərin sualları var ki, kim, nə, hara suallarına cavab verir. Kim biz insanlara veririk. Canlı şəxslərə, insana biz kim sualını veririk. Və vəzifə peşə bildirdikdə də biz ona kim sualını veririk. Məsələn, deyirəm müəllim. Müəllimə sual verirəm. Kim? Müəllim. Məsələn, sual verirəm. Deyirəm ki, məsələn deyirik ki, Adil. Adilə sual verirəm. Adil. Kim? Adil. Artıq, yəni insana verdikdə biz kim sualından istifadə edirik. Burada da nümunələr var. Məsələn, müəllim, Əli, xala, futbolçu. Burada yəni insan bildirdikdə kim sualına cavab verir. Nə? Nə sualından biz nə zaman istifadə edirik? Heyvanlar, bitkilər, cansız əşyalar. Biz bunlara nə sualını veririk? Məsələn, deyirəm ki, telefon. Sual verirəm. Telefon. Nə? Telefon. Pişik. Pişik. Nə? Pişik. Daha sonra kitab. Kitab. Nə? Kitab. Daha sonra maşın. Maşın. Nə? Maşın. Deməli, cansız varlıqlara, heyvanlara, bitkilərə biz nə sualı verdik? Daha sonra gəldik hara sualı. Hara sualı isə yerlər, şəhərlər, məkan. Yəni yerlər, şəhərlər, məkan olduqda biz hara sualına cavab veririk. Məsələn, Bakı. Hara? Bakı. Məsələn, deyirəm ki, həyət. Hara? Həyət. Park. Hara? Park. Ev. Hara? Ev. Gəlin indi ad bildirən sözlərini qısa şəkildə ümumiləşdirək. Deməli, biz yadımızda bu şəkildə saxlayırıq ki, hər bir şeyin, ətrafımızdakı hər şeyin bir adı var və biz gözümüzü açıb nə görürüksə ad bildirən sözlər sırasına daxildir. Ad bildirən sözlər 3 suala cavab verir. Kim, nə, hara? Kim sualına, deməli insanlara aid olduqda biz kim sualını veririk. Heyvanlar, bitkilər, cansız əşyalar nə sualına cavab verir? Yer, məkan bildirdikdə yerlər, şəhərlər hara sualına cavab verir. Bu ad bildirən sözlərə aiddir. Sonra keçirik say bildirən sözlər. Say bildirən sözlər, yəni bir yadınızda saxlayın ki, say bildirən sözlər əşyanın sayını, miqdarını, sırasını göstərir. Say bildirən sözlərində sualı var. Neçə, nə qədər, neçə, nə qədər, nə qədər və neçənci suallarına cavab verir. Say bildirir. Məsələn, deyirəm ki, 7 dəftər. Nə qədər dəftər? 7 dəftər. Xeyli şagird. Nə qədər şagird? Xeyli şagird. 5-ci sıra. Neçənci sıra? 5-ci sıra. Deməli, burada da qeyd olunub, say bildirən sözlərin sualı neçə, nə qədər, neçənci suallarına cavab verir. Bütün ədədlər say bildirən sözlərə aiddir. Deməli, 5, məsələn, burada 5, 10, 20, məsələn, 25, 24, 22, yəni burada deməli, bütün ədədlər say bildirir. Bundan başqa, bizim, məsələn, eli saylarımız var ki, biz onu rəqəmlərlə göstərə bilmirik. Məsələn, az, çox, çoxlu, xeyli, bir qədər, bir sıra, bir çox, bunlar da say bildirir, amma ki, biz bunları rəqəmlə ifadə edə bilmirik. Daha sonra gəldi 5-ci, 9-cu, bunları rəqəmlə ifadə edə bilirik. 5 defisci. 9 defisci. Yəni bunlar deməli sıra bildirir. Daha sonra burada da məsələn var xeyli quş. Nə qədər quş? Mən buradakı xeylini rəqəmlə ifadə edə bilmirəm. Az paltar. Nə qədər paltar? Az paltar. Artıq burada azı da rəqəmlə ifadə edə bilmirəm. 2-ci sinifdə oxuyuram. Neçənci sinifdə oxuyuram? 2-ci. Artıq mən bunu 2-cini rəqəmlə ifadə etsəm bu şəkildə olur. Bu da say bildirən sözlər haqqında. Deməli, say bildirən sözləri qısa şəkildə bir dəfə də üstündən keçək. Neçənə qədər, neçənci suallarına cavab verir. Deməli, bütün ədədlər say bildirən sözlərə aiddir. Bəzi saylar vardır ki, biz onları rəqəmlə ifadə edə bilmirik. Bunlara aiddir bir sıra, bir çox, bir qədər, xeyli, çox, çoxlu, az. Yəni bunlar var ki, biz bunları rəqəmlə ifadə edə bilmirik. Sonra keçirik açar sözlər. Açar sözlər nədir? Açar sözlər bir nağılı və ya mətni oxuyanda onun ən vacib, əsası olan sözlərdir. Yəni onlar belə deyək də, bu açar sözlər vasitəsilə biz mətni tapmağa kömək eləyir bu açar sözlər bizə. Burada da nümunə var. Cırtdan nağılında cırtdan, div nağılın, div, dostlar, nənə, qayğanaq sözlər açar sözlərdir. Yəni bu açar sözlər mətni bizə daha yaxşı başa düşməyə kömək edir. Daha sonra gəldi şeir və nağıl. Şeir və nağılın, gəlin fərqini deyim sizə. Şeir nədir? Şeir misralardan ibarətdir, musiqili ritmi olur. Misraların sonu bir-birinə qafiyə kimi uyğun gəlir. Məsələn, şeir belə bu şəkildə alt-alta olur. Amma nağıl yan-yana yazılmış cümlələrdən ibarət olur. Yəni, nağılda sadəcə bizə, yəni ki, müəyyən hadisələrlə bağlı, müəyyən məsələlərlə bağlı nağıllar olur.
Sonra keçirik, aha, burada da nümunə veribdir. Burada da deməli şeir, nağıl, hekayəyə aid nümunə var. Deməli şeir. Dərsə gedən bir uşaq çıxdı buz üstə qoçaq, sürüşdü birdən-birə, düşdü düz üstə yerə. Artıq baxın burada misralardır, bir-biri ilə qafiyələnir. Nağıl, hekayə. Nağıl hekayədə isə məsələn dərsə gedən bir uşağı cümlə şəklində qurduqda bir uşaq dərsə gedirdi. Çıxdı buz üstə qoçaq burada şeirdir. Biz bunu cümlə çevirdikdə o buzun üstünə çıxdı. Bu şəkildə çeviririk. Sürüşdü birdən-birə, düşdü düz üstə yerə. Burada artıq misradır, şeirdədir. Mən bunu cümləyə çevirsəm, ayağı sürüşdü və yerə yıxıldı. Yəni nağıllar bir-birinə məna cəhətdən bağlı olan cümlələrdən ibarətdir. Burada qeyd olunub ki, nağıllar bir-biri ilə məna bağı olan cümlələrdən ibarətdir və deməli bir-biri ilə məna bağı olan cümlələrdir. Burada da baxın, üçüncü cümlə ikinci cümlə ilə məna cəhətdən bağlıdır. İkinci cümlə də birinci cümlə ilə məna cəhətdən bağlıdır. Baxın, bir uşaq dərsə getirdi. Bu birinci cümlədir. O buzun üstünə çıxdı. Bu ikinci cümlədir. Üçüncü cümlə ayağı sürüşdü və yerə yıxıldı. Niyə ayağı sürüşdü və yerə yıxıldı? Çünki buzun üstünə çıxdığına görə. Ona görə də deyirik ki, cümlələr bir-biri ilə məna cəhətdən bağlıdır. Sonra keçirik şeirə. Şeir isə misralardan ibarətdir. Baxın, misralardan ibarətdir və şeirdə misralar arasında qafiyə olur. Yəni bu da əsas fərq. Sonra keçirik deməli yaxın mənalı sözlər. Yaxın mənalı sözlər belə yadınızda saxlayın. Yəni əkiz sözlər. Əkiz sözlər. Bir-birinə yaxın olan sözlər, əkiz sözlər. Bəzi fərqli sözlər var ki, eyni mənanı verir. Bu sözlər də yaxın mənalı sözdür. Yaxın mənalı sözlər, yəni yazılışı və deyilişi tamamilə fərqlidir. Yazılışı da fərqlidir, tələffüzü də fərqlidir. Amma eyni mənanı verir. Elə bil bir-biri ilə dostdular. Eyni mənanı verirlər. Məsələn, burada da qeyd olunub, deyilişi, yazılışı fərqli, mənaca eyni olan sözlərə yaxın mənalı sözlər deyilir. Qoca, yaşlı, yaxud da ki, gənc, cavan. Bunlar bir-biri ilə yaxın mənalı sözlərdir. Baxsaq, gəncin yazılışı başqadır, tələffüzü başqadır, cavanın da yazılışı başqadır, tələffüzü başqadır. Ancaq bunlar eyni mənanı verir. Hoppanmaq, tullanmaq. Bunlar da yaxın mənalı, yazılış da, tələffüz də fərqlidir, amma məna eynidir. Məsələn, demək, söyləmək. Burada da yazılış da, tələffüz də fərqlidir, ancaqsa mənalar eynidir. Dadlı, ləzzətli, gözəl, qəşəng. Daha sonra, məsələn, qaçmaq, yüyürmək, yüyürmək. Qısa şəkildə yazıram, qaçmaq, yüyürmək. Bunların da deməli deyilişi də fərqlidir, yazılışı da fərqlidir, ancaq mənaları eynidir. İkisi də fərqlidir, yazılış da fərqlidir, ancaq mənaları eynidir. Yaxud da ki, oturmaq, əyləşmək. Oturmaq, əyləşmək. Bunların da yazılışı fərqlidir, tələffüzü fərqlidir, ancaq mənaları eynidir. Bugünkü qaydamızın izahı bu qədər. Əgər izah sizə faydalıdırsa, kanala abunə olub bildirişləri açmağı unutmayın. Gələn izahlarda görüşənədək.